Salam əziz dostlar, əziz qardaşlar. Hal-hazırda Saray qəsəbəsindən Əli qardaşımızın həyətindən hər birinizi salamlayıram. Əli o şəxsdir, o qardaşdır ki, bizimlə bir neçə dəfə yarışımızda iştirak edib. İnşallah göyərsinlərinin uçuşu ilə bağlı da çəkilişlərimiz olub. Bu da bizim dostlarımızdır. Ama salamlayıram. Esin qardaşı salamlayıram. Allah səndən razı olsun. Sağ ol dedi. Saqqalım salamlayıram. Gözəl insanı salamlayıram. Təşəkkür qardaşım buradadır. Təşəkkür də buradadır və bizim səbəbkar. Əli. Hoş gəlmişsiniz. Allah səndən razı olsun qardaşım. İnşallah çəkiliş verəcəyik. Şadlığa gələk əziz qardaşım bura. Allah canınızı sağ olasın. Bu da bizim əsas bax əziyyət çəkən budur. Tarih səni də xoş gördük əziz qardaşım. Allah sənin malına bərəkət versin. Əziyyət çəkiliyiz, əziyyətin bəhrəsini görəsiniz inşallah qardaş. Allah malınıza bərəkət versin. Tək sən yox, elə digər bizim zəhmətkeş nə qədər dostlarımız var. Bəli. Amin qardaşlar, amin. Ay maşallah, ay maşallah, ay maşallah. Xeyirli olsun kardeşler, xeyirli olsun. Allah bərəkət versin. Evet değerli dostlar. Maşallah maşallah. Güzel görsünlerin görürük. İnşallah hayırlı olsun. Maya şey götürürüz. Neyse ki, arkadaşlarımız yok. Bunu da acığı gəlir, içindən çox kuş götürür. Acığı gəlir de qardaş, şöyle bir şey, hemen günü götürmədi. İçimdən Çıkanlayı bir tane seviyorum. neyse, yiyətdim. Gördüm, böyle kuşlarına olsa gördüm. Burada ağları var. Ağlar. İnandırım sənə köhnə cinsdə ilan boğazı. Neyse, bunlar başladılar, bu çəplər nədir? Orada çox adlı sanlı adamların kuşları var idi. O kuşxana. 200 neçə kuşda yığılıb bir kuşxanaya. Biraz çeşkilidir kuşlar. Amma ağlara bütün gözümü seçmirəm. Biri 29'dan ağlı. Neyse qardaş, o yan bu yan. Bu polyadan danışıram ha. Bu həyətdən uçuşundan danışacağım. Bu oğlan gördüm ki, bu dayına gedənlər istəyir axı. Mən ondan quş istəyirəm. Dedilər ki, bizə quş. Gördüm yox, bu kivan quş vermək fikri yox. Dedilər ki, Əli bəlkə bala götürək, bala aparıb uçurdasan sənəyə. Nəysə tutdu, mən 3 dənə bala verir. Bir qırmızı sən, bir qara quyruq, bir dənə də ağlardan. Ağlardan belə bala verdi. Dedim, apar özümdən yedizdirib saxlayacağım. Götürdüm gəldim. Ağlar dedi, əmimin quşlarındandır. Adını çəkməyəcəm, tanınmış adam. Saat oturmuşam burada. Baladır. Cici də deyə, cicidən tezə kəsir. 5 qənədə, 6 qənət burada, 4 saat, 5 saat gördüm balanı. Mən maraqlı söhbət edirəm ona. Tariyə dedim ki, hazırda quşdağımın balasını, səninlə bala uçurdacağım. 20 yanvar günü idi də. Allah rəhmət etsin şəhidlərə. Həmən günü evdeyiz, işə getmirik. Hava da qəşəngdir. Nidə öz həyətimizdə idi, quş uçurduruq. Burada nə ayıb şey. Gəldi 18'i açdı kuşxananın ağzını taliyə, dedi bax bağlara. Baxdım ki, bağlar qusur. Həmən bağlar buradadır. Dedi, mən səninlə 20'si nə uçurdu? Dedi, özümüz üçün məziyə uçurduruq. Dedi, mən sənin üçün nə uçurdum? 5 dənə bala hazırlayırdım, uçurdum səninlə. Kuşlar xəstələndi bağlar. Dedim, üstünə, onda 20 yanvar günü həyətdə olun burada. Mən də Sumqayıtda oram, ha, bilsən. 20 yanvar günü saat 10'a 10 dəqiqə işləmiş balanı bıraxacağım püsü üçün. Sağda baxacaq. Dedi, yaxşı. Neyse gəldi, yığıldı bura. 10'a 10 dəqiqə işləmiş, bıraxdım balanı. O kuşxananın küvənləri var, orada qış kuşları var. Altlarına yumurtladı. Bir 10 dənə var.
Bunu dayanırlar, bir 3-4 saat qışda dayanırlar. Bıraxdım bunlarla. Bala oturdu yuxarı. Tariyə də bu bərk kuşbaz ya, belə. Tariyə qayıtdı, balon getdi yuxarı ilə. Dedim, mən hara getdi? Gözdən də maşallah dedi. Dedi, balon getdi. Dedim, mən hara getdi? Ot burada sağda bala hara getdi ya? Hə, dedi, balon getdi. İki qardaş o yaradı. Dedi, balon getdi. Hə, bunlar da burada yiyibçirlər, balıqdan tuturlar. Hə, bizdə burada, mən bir sözümüzə bizim Allah'a and olsun, Allah hamıya var eləsin. 2-3 dənə başqa həyətimiz var. Baba belə ev içində, Allah'a and olsun qapısını qıfırlamışıq, baba qalıb orada. Gedib orada kuşbazlıq eləyib, 3 sezon getdi orada kuşbazlıq elədi, rəhmətli atamla. Kişi sağ idi. Allah rəhmət Getdi onunla kuşbazlıq, Allah'a and olsun kuşun sağını yığışdıra bilmirdilər. Həmən bu çəplər var, orada oyun çıxardırdı, burada gözsüz çəplər. Orada oyun çıxardırdılar. Adam yox, kuşbaz yox, bir şey yox yanında. Quş çəplərdən yox, sən düşür. Saat partda nə quş gətirirdi, bərəkətə and olsun. Nə quş gətirdi oradan baladan qızma. Hamısı qışda qırıldılar. Hamısını yayda istər pişmişdi. Hansı tərəf idi ora? Öyle sarayın prosta orası sakitçilik yerdi. Kömrata tərəf dediyimiz yer. Nəysə ağ balanın da. Nəysə, ağ bala. Qardaş, 5 saat oturduq burada. Əziz qardaşlar, biraz əvvəl bizim bir burada qoca göyərçinlərlə bağlı danışığımız oldu. İndi istəyirəm onu efirə verək, sizlərlə danışaq. Bir dənə zəhmət olmasa deyən tarihlə o hansı ki... Tarih o çəpəyə də bir dənə gətirərsən. Anası babadır. Atamın kuşlarından baba. Onu mənə gətir. Ha, bu qoca quşdur buradan, bunu yapma. Təmiz Bunlar qalan. 14-dür səndəkilər, 12. 14 də olur ha bunlar. Amma mizinə çürüklər. Qoşa çörəklər. 12'dir bunlar. Bu qoşa çörəklər. Mən heç çömbələrini asqı bir orada bax. İnanın əli baxır. 12 qoşa çömbələm. Hə, mən çömbələrini gördüm. 16'larda qoşa çömbələm. Bakın görüm çok maraqlı şeydir. Uçub bu 8 saat yarım. Əlində var idi, yutubu qoy. Belə var, belə var. 8 saat yarım, 8 saat su. Qoşa məməllikləsinə baxın. Verin Bax da, dayı. əlində də bax. Buradan cəbəl görür. Tarih çəpi gətirir qardaşımız. Gətirin də. Bir də o quş var idi, dedim bir ayaqları danışırdı. O uzaqdan gələn, hansı məsafədən gəlmişdi, onu da gətirərsən. Onu da zəhmət olmasa gətirərsən. Əziyyət maraqlıdır, çəkilişə verəcəyəm. Problem yox deyə qurban sən. O boynu günlüyünü də gətirərsən zəhmət olmasa. Deməli, maraqlı faktlarla qarışdırıcı bu. Allah sizi var eləsin. Allah malıca bərəkət versin. Biraz əvvəl bir deməli 2 quşunla bağlı bir maraqlı əhvalat oldu. İndi onu sizə danışacağıq Allahın izni ilə, əziz qardaşlar. Hal-hazırda biz yenə xatırladım ki, Əli Saraylı Əlidin həyətindəyik. İnşallah hünər meydanında iştirak eləmiş şəxsi. İstəyirəm ki, siz də tanıyasınız. Əli, buyur. Bax bu quşu da Müşfiqabaddan Təbriz qardaşımla dostumdur. Bu quşu da Müşfiqabaddan o verib mənə, bal almaq üçün. Yəni çurtlası quş deyir də, saatını orada verib Müşfiqabaddan. Allah bərəkət versin. Allah malına bərəkət versin. Bir də bax bala al. Bu məşhur çəp budur, yaşlı çəp. 21 yaşı var bu quşun. 21 yaşı var. 21 Qısaca tarix haqqında deyə bilərsən necə əldə olunub? Bu demək anası atamın quşlarındandır. Atasını qardaşım 2003-də Bakıda tutmuşdu. Bakıda tutub orada uçurtmuşdu. Orada quş saxlayırdı. 22 il bundan əvvəl. Ayağı üzüylə erkəkdi. Ağ ayağında nazi üzüyü var idi. Bildim. Zibillikdən tutmuşdu. Deyir, bir ay idi orada gəzirdi. Qardaşım deyir ki, indi quş saxlamışıq da gözümüzü açandan. Mən deyir, elə şey görməmişdim. Yəni quş hər gün o saat uçsun. Ağır saatda. Ağır saatda. Hər gün Qardaşın tarihi deyirsən də. Hə. Orada uçub ha quş. Bildim. Bakıda. Oradan dedim götür gəl quşu. O vaxt yadıma gəlir, dedim götür gəl o quşu. Gətirdi gəldi, vurduq həmən o özümüzdəki maya ilə atamın quşlarına. Ha bu erkək İki rəhmətə gedib də. Allah rəhmət eləsin. Allah ilə nəvzi rəhmət eləsin. Bu erkeği əldə elədik. Çırtdıq, gördük saatı var. Necə gözləri fərq edir. Ha, gözləri fərq edir. Gözü mərcandır. Bu yaxından çəkeyim. Deməli, bundan bir Turagildə də görmüşdük. Bax bu gözü görürsünüz qardaşlar. Bu gözü mərcandır hal-hazırda. Bu gözü isə qara göz. Bu da maraqlı bir şey. 21 yaşı var hal-hazırda. 21 yaşı var, bəli. Elxan müəllim, Aycan. bu göz belə bir göz belə var ha indi. Hə, Aycan, hə. İndi o quşlar da yoxdur. Çində cinsində olub. Onlar da Bu anası neydi? Allah malınıza bərəkət versin. Düzdür qardaş, düz deyirsən. Azaldı o quşlar da azaldı. Səhv eləmirəm. Tək-təkçilikdir. Bir də Əli qardaş, bu dedim bir aralar məsafə məsələsi. Gözlü quşum var, boynu güllü. Onunla bağlı qısa da. Boynu güllü. Hardan gəlmişdi o? O dəfələrlə Bakıdan aparmışıq, buraxmışıq. 30 kilometr, 35 kilometrdir.
Dəfələrlə Bakıdan aparılıb, orada quş saxlayanda qardaşım aparıb ora. Orada güya uçurdacaq. Qalxan kimi heyvan burada həyətdədir, dəfələrlə. Sonra Şurabatdan buraxıb, Siyəzəndən buraxıb o quşu. Qubadan aparıb buraxıb o quşu. Ay maşallah. Ha, buraxıb. Ha, gedir doğru. Sabirabat da eşitmişəm. Sən biraz əvvəl dedin. Demək bir dəfə bir epizod yalandı. Qardaşım dedi quşları uçurduram, hansı 4-dən aşağı gəlsə, yığıb xarabqa YouTube aparacağam buraxmağa quşları. Tutulmalar da çox içində. Quşların bağları da var. Ha, o maya da tez gəlmişdi. Onda apardı Qubadan buraxdı. Quşların heç biri gəlmədi, 6 günə gəldi. Onu da zəhmət olmasa göstərərsən birazdan baxarıq ona. 6 gün Sabirabada verdik. Prosta mayanın bir dənə defekti var. Döşündə oynamağı var. Tək-tək hərdən döşündə oynayır. Qardaşım da Sabirabada verdi onu təkrar davam elə. onu da qardaşım bəyənmir o döşündə oynamağını. Sabirabada verdik onu uşaqlara. Ki aparın bala alın. Pis quşdur da, yaxşı quşdur. Ha, bala almaq olar. Oradan da 10 günə bilməm ya 8 günə idi, belənsinə gəldi. Ha, oradan qalxmadı. Allah bərəkət versin. Onu da göstərərsən zəhmət Hardasa olmasa. yalan olmasın, bir 7-8 ayda orada qalmışdı. Oradan qalxana dedi baba o mayadır, qırmızı boyuncullü mayadır bax. Rəşad, biraz bir yandan at maya gəlsin. Dedi bax qırmızı boyuncullü. Baba Qarablağın yanında gedir. Ha. Neçə yaş var? Hardasa 11-12 var. Hava çıxıb burada. Aha, burada bala çıxıb. Burada bala çıxıb uçurmamışdıq bala vaxtı. Çövənləşdirdik. Allah bərəkət versin. Qabaqlar pullu ki, Qaragöylər var, Dünbəy, Ağ. İndi o quşlar da yoxdur. Bak gəlir xırda nişanla gəlir. Xırda bir dənə ağ var Dünbəydə. Asa bir dənə ağ olur. Keçən il o kafenin Vallahi axırına ki var. quş göydə tapılır. Mən də tapa bilməmişəm bu həyatda. Allaha and olsun quş saxlayanlar var, quşbaz retqi. O çəp yerdən rahat tapılır quş. Düzdürmürəm bəlkə? Bax, biz quşbazlarla burada o ləzzət eləyir. Bax, söz məqamına çatdı. Burada Elxan müəllim, o görsən oradan ağaqulu zəngiləyir. Bax o qırmızı ablağa verən. Zəngiləyir ki, quşların görürsən deyirəm yox. Allah haqqı görmür. Bir ha, Yandan görür də. Ha, 4 yavru gəlib oturmuşduq burada. O dedi o Çindən vaxtı dedi o. Ha, uçsun görür quşlar. Qırmızı nağı. Ha. Nəysə, ağ bala buradan qalxan, bax yalançı şahidi yanında olur. Bax bu kişiyə. Bu kişi düşür. Ay 8 dəqiqə uçub bax kişinin oğlu. 8 dəqiqə. Ona 10 dəqiqə işləmiş, mən uçurdumuşam, ona 18 dəqiqə işləmiş, bu kişiyə düşür. Gördüm ki, videosunu çəkirlər, canlı yayınlar göstərirlər mənə. Sinəsində də belə yaşıl çəkmişəm, balanın ki, bu baladan yox deyə, bu da misili yox. Yəni, o balanı gətirdi qardaşım. Quş yatırmaz ha, qoltuğunda mənim rəhmətli atam deyib ki, qapıdan qoltuğumuzda quş oynab yana gedib gəlməyim ki, heç kimdə damla çıxmır. Götürüb gətirər mənim xətrimə. Gətdə atdı, dedə balığı yatmışam, yaxşı qənəd vurmağı var ancaq. Uçurt da, dedim, bunu 2-3 qənəddə uçurtdum. Bir dəfə də uçurtdum, 2 saat balet elədim balıya, yaxşı qənəd vurur. Gəldi, Allah andolsun, dedi, yox, həyətə düşmərəm. Gilavar avadır, ben oturmuşam burada, quşlar donmuş gözür. Axtı çıxır. Yox, axıb çıxıb geçsə yanmaram. Öyle promoy böyle konuşuyor. Bax bu söhbət var. Bura nə qədər balalar verilir. Bu söhbət. Bilirsən necədir? Əli nətərdir? O dediyin şeylər də çoxdur, həddən çoxdur. Amma yaxşıları da biz dana gizlədə bilmərik. Yaxşılar da var. Yaxşılar da. Allah müəssər eləsin, müvəffəq eləsin inşallah. Yaxşılar nümayiş olunsun. Yanında quş saxlayan Yaxşılar göstərsinlər. Yanında quş saxlayan çox olanda quşun bilirsən nə var nə yox, təvəkkül. Quşun balasını bilirsən gözün nə var nə yox. Sən onu bilmək üçün. Yəni yaxşı yetişdirici quşun balasını 3-5 yerə göndərir, uçurdur, yoxlayırlar. Sənin quşun saatı az olsa, biraz onu düzəltmək olar. Amma göz həqiqətən çətin məsələdir. Çox adam qarabaşları bəyənmir. Qarabaşları olan göz heç idi. Ancaq mən bəyənmirəm. Şun birini gözləmir, qarabaşda olan göz. Mən adamın qarabaşları gözləyir, 17 dənəsi bir gündə. Hiç gözlü, düz deyirsən, düşmürlər. Gəlirlər, hələ belə düşmürlər. Düşən zibildir. Qarabaşlar. Onu burası bulanı düz. Onda qaçacaq, adam qaçacaq. Vurmaqsın deməyirəm, deməyim o ki. Qıratın yerin çörəkçiyə qoşmaq kimi şeydir o. Yox, o cəhət. Bax, gəlmə. Bax, gəlmə. Saray uşaqları put qaldırdı ki, yox.
biri içində famil olmaqla, canciyərimiz deyil. Uçur, Diyarbakır baxacaq. 7 saat uçur, 6 saat uçur. Uçurduq, 8 saat uçur. Baba, bunun oğlunu toysun. Salam. Keçən illər. 8 35 dəqiqə gedərsiniz. Ustan qızılı be. Ezan olsa. Özünə heç olmaz. Xəstəsiyəm buna. Mən bir şey göstərəcəydim billəri. Meydan oxuyacağım Allah. Uçmaq qaydasını. Maşallah. Yanım çəkilər də. Qıralama heç biri qalmadı. Ki sənlə də biz tanış olaq Allahın izni ilə. Adınız nədir? Rəşad, çox xoş oldu. Allah hamımıza xeyir versin. Sağ ol. Mən keçən dəfə bir dənə Yerdə qoymasın. Allah səndən razı olsun qardaş. Mən habil edirəm ki, bu zibilin qırılanda hamısı birdən qırılmıyor. Nə qədər qırılsa bir onlar qalır. Bəli. 4 saat 5 saat bilməm. Yaxşı heyvanların var səndə. Allah ömür versin. Gördüm ki, həmən Maşallah. gördüm oradan zəngiləndir. Mən buraya gəldim, bir də tariyə gəliyəm. Allah sənin ömür versin. Oradan görüb oradan çap yerdə. Ne yapardı? İnşallah sağlam ömür arzu edirəm gedək sənə. Allah sənin canını sağ eləsin. Mən qulaq asıram bir yaxdan görürəm o dediyin retki o quşlar indi yoxdur. Yoxdur. Ağlım keçəni saxlayıram. Yoxdur. Deyim, istədiyim köhnə quşlardan yox. Allahın köməyindən biraz düzəlmişəm. Allah əlmini hər gündən gələrlə bunlara deyim, heç olmasın, görək nə olur. Görəlmişəm. Allah rəşad sənə ömür versin, yaxşı iş görəsən də. Bundan sonra görə arzularına çatasan, lap yaxşılarını görəsən inşallah. Allah hamımızı. Mən niyyətimiz var, Allah hamımızın niyyətini arzusuna yetirsin. Amin nədir, amin. Allah canını sağ eləsin. Hamısını, hamısı əzab çəkənlər qardaşları. Kim əzab çəkirsə xeyrini versin. Sağ ol qardaş, sağ ol. Çox xoş oldu. Mən səni gördüm, həqiqətən şad oldum. Allah səni canlısı. 50-60 nə Allah sənə ömür versin. Allah qismət olsa gəlib çəkiş eləyərik sizə. Ürəyin Hüseyin sizi qalxmasın. Allah səni canını sağ eləsin. Su hindi gidiyor bak. Sağ ol əzizim, sağ ol. Ürəyin su hindi gidiyor bak. İnşallah rəşad görüşəcəyik sənə Allahın izni ilə. İnşallah biz hamımız çalışırıq Allahın izni ilə. Bax bu gördüyünüz kişilərlə hara gedirik? Qalıya. Cabir qardaşımızın inşallah ocağına. Kim gələcəksə xahiş edirəm promoyora gəlsin də biz çıxırıq buradan. Çəkirəm. Bax, Gəl yaxına gəl. yaxına gəlim hə. Belə yaxınlaşdıracam narahat olma. Zəhmət keçdi. Düz 50 danışır Allah canı sağ elə. Həzrəti çəkən bu. Hələ. Həzrəti çəkən tanıyır. Hələ. Sənə də salamlayıram. Aleyküm salam. Xoş gəlmisiniz. Xoş gəlmisiniz hər kəs. İnşallah qəşəng meydan olacaq. İnşallah. Sağ ol. Təcrübə yığı var. Bu bilir nə var. O bu sözünə qulaq assa, burada qəşəng əsərlər olacaq. Allah'a şükürlər. Bilirsən nə varlı? İnşallah. Karışmasa. Əli. İnşallah dəyməklə qoy meydanı göstərsin. Yaxşı. Yox, baxılmaz. Əli biraz başqa deyir də. Yanında deyirəm ki, hamı. Tarih maşallah bütün gün azad çəkir. Hələ. Bilirəm. Məlumat əldə eləmişik. Həm də özü də deyir, danışırıq. Maşallah. Bir də ki, görsən quşların içində 14, 15, 16 tüklər olur. Mən dostlarıma da demək istəyirəm, famil də dedim. Qardaş, o quşlardan müğayət olur. Onların da içində əla quşlar var, uçan quşlar var. Yəni tək 12, 13, 4 uçan. Onda elə diklərdə uçar da. Əlbəttə ki. Ona görə də 14, 15, 16 bizim köhnə Bakı quşlarının içində bunlar olur. Düzdür, bazen 12-13'e gelir. Çıxır əsas. Dünən bir dənə quş tutmuşam, 20 dənə quyruğu var. Olar. 22 dənə olan da. Allah haqqı. Yəni 20 dənə quyruğu var da, yəni. Özüm də mən belə ağ bir şeydir. Elə baxırsan ki, deyərsən ki, quyruğu bu qədər yoxdur da. Sayıram 20 dənə quyruğu var. Yarım quyruqdur belə. Bilinir 20 quyruqdur, yoxsa? Yox, deyirəm sən heç baxsan bilməz. Maraqlıdır. Elə 14, 15. Olur da, ona görə bizim 14, 15, 16'larımız belə xırda 12, 13 oxşayır, onda sayanda görürsən ki. Ay sağ ol. Allah səni də canı. Var ol. Xoş gəlmisən. Sağ ol. Sarayda bütün Azərbaycana salam. Saray uşaqları mərd qardaşlarımız çoxdur. Saray uşaqlarına da münasibətimiz əla. Allah köməyin olsun. Sağ ol. Sağ ol. Tarih. Xeyirli olsun. Sağ ol. Əziz dostlar, hər birinizi Saray qəsəbəsindən bu Əli qardaşımızın və Tarih qardaşımızın həyətindən salamlayırıq. İnşallah Hünər meydanında mən də varam. Adı altında keçiləcək yarışa bu iki qardaş qoşulub. Yəni gördüyünüz bu məkandan inşallah göyərçinlərimizin nəyə qadir olduğunu bir daha dünyaya göstərəcəyik. Yəni hansısa bir qonşuya, dosta yox, dünyaya, xarici ölkələrə ki, bizim Azərbaycanda yerli quşlarımız nəyə qadirdir. İnşallah xeyirli olsun, uğurlu olsun.
Və buradan digər yoldaşımız Famil qardaşlar çəkilişini elədik biraz əvvəl. Familə və Əliyə, Tariyelə saraydan necə deyirlər, gözəl uçuşlar görmə ümidi ilə ayrılacaq yayda. Allah nəsib eləsin, inşallah o günü görək. Bir daha uğurlu, xeyirli olsun. Dəyərli dostlarımız öz fikrini deyər, çəkərsən inşallah, onu da paylaşar. Mən də öz ağzından Allah xeyir versin. Yaxşı uçuşlar görsün inşallah. Əli, buyur Əli. Hamı bunlar arzulayıram. Yaxşı uçuşlar olsun. Dayırda da bir tane uğurlar. Sağ ol, sağ ol. Hamısına. Səbəbkarın özü də var buradadır. Bax, nəşə. Allah köməyimiz olsun. Xoş gəlmisiniz yenə. Allah hamısını xeyir. İnşallah yayda yaxşı hava versə, yaxşı nəticələr görəcəyik. İnşallah. Tək sağlıq olsun. Hepsine əziz qardaşım. Allah xeyir eləsin, uğur arzuluyuruq. İnşallah yaxşı nəticələri olsun, biz də sevinək, ürəyimiz açsın. İştirakçıdır. Fikrin görsən maşallah. Bax, bu vəhdət dostluq budur da. Bir-birlərinə uğur dilirlər. Mehribançılıq lazımdır. Quşun simvolu sülhdür. Sülh də mehribançılığın rəmzidir. İnşallah Allah bizi mehriban eləsin. Xalqımızı bir-birinə çox görməsin. Həmişə o bayrağımız yüksəklərdə olsun. Bu gözəl insanlardan biri də Rəşad ki, buyur sən də öz fikrini deyil. Parayla Ali Allah xeyir versin. Yaxşı uçuşları olsun. Valla arzumuz olsun ki, yaxşı uçuşsunlar. O da iştirakçıdır, xatırladım. İştirakçılar bir-birinə xeyir dua verməyə əladır da. Qəşəng. Rəşad ki, mən sənə də uğur diləyirəm, Elçin qardaşıma da uğur diləyirəm. Allah sizləri bizə çox görməsin. İnşallah komanda ilə inanla ki, gözəl nailiyyətlər. İnşallah. Sənə də çox sağ ol qardaşım. Sağ ol. Nəzərinizdə. Sağ ol. Sağ ol. Allah. Reyhan müəllim, sən